Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Belə bir suala baxalım. 12-7-ci ay 2026-cı ildə 1-ci qrup blok imtahanı düşən bir sualdır. Qrafiki verilmiş düz xəttin tənliyini yazın deyir. Biz burada baxın bu bucaq bizə nəyi göstərir? Alfa bərabərdir 135 dərəcə. Biz bilirdik ki, K buradan tangens nəyə bərabərdir? Alfaya bərabərdir. Onda biz bunu nə yaza bilərik? Tangens 135 dərəcə. Bu da neçə deməkdir uşaqlar? Bu da -1 deməkdir, değil mi? Yəni buradan k bərabər nə oldu? -1. Onda bizim y bərabərdir bu kx üstəgənsin b funksiyasının, təbii ki burada mənfi olmalıdır. Onda bizim k-nı yenə gətirib mənfi yazsa y bərabərdir -x üstəgənsin b olacaq. Əla. İndi biz buradan nə edə bilərik? Burada bizim bu A nöqtəmiz -2 olanda 3 alıb. Deməli x bərabərdir -2, y bərabər 3 deməkdir. Getib burada yerinə yazsa 3 bərabərdir -2 üstəgənsin b-yə. Burada 3 bərabərdir 2 üstəgənsin b-yə. B də bərabər nə oldu? 1 oldu uşaqlar. B 1-dir. K, baxın K -1, B də 1-dir. Yəni y bərabərdir -x üstəgənsin 1 şəklini almalıdır. Yəni cavabımız olacaq B variantı. Bu tür videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.